Salam. Ədəbiyyatdan 3-cü qrupa hazırlaşan abituriyentlər və MİQ imtahanına hazırlaşan müəllimlər. Bu məlumat sizin üçündür. Videonu axıra qədər izləyin. Çünki bu belə deyim, vacib qeydin testlərdə düşmə ehtimalı çox böyükdür. Demək, Molla Pənah Vaqifin Hayf Çır yoxdur qoşması ilə Aşıq Ələsgərin 2-ci Dağlar şeirinin ortaq cəhətin qeyd edəcəm. Demək, bu iki şeir qoşma janrındadır və bu iki şeirdən qoşma janrı üçün səciyyəvi olmayan xüsusiyyət var. Birinci xüsusiyyət Hayf Çır yoxdur qoşmasında Kür qırağının əcəb seyrəngahı var. Birinci misrada 10 hecanın olması, qoşmanın hər misrasında 11 heca var. Amma burada birinci misrada 12 heca var, daha doğrusu. 12 heca var. Və 2-ci Dağlar şeirinin 2-ci bəndinin 2-ci misrasında dərtməndlər görsə tez bağrı çatlar. 11 heca olmalıydı, amma 10 heca var. Demək, qoşmanın vacib xüsusiyyətlərindən biri olan heca sayından kənar çıxma baş verib.